günləri Seyyid Fəraməzin rəhmətullah əleyhin, Allah Taala onun ruhunu şad eləsin. O mübariz ruhaninin il dönümünü qeyd edirik və yeri var ki, belə şəxsiyyətlərin il dönümü qeyd olunsun. Bu münasibətlə Əli əleyhissalamdan bir dənə rivayəti sizə oxumaq istəyirəm. Həzrət buyurur ki: "Ləv ləm tətəxadalu an nasril haqq və ləm tehinu an tawhinil batil, ləm yetma' fikum men leysa mislekum və ləm yaqva men qaviya aleykum." Əli əleyhissalam buyurur ki, əgər siz haqqın müdafiəsindən əl götürməsəydiniz və batili süst etməkdə süst olmasaydınız, yəni batil süstdür və siz də onu süst etməkdə süst olmasaydınız, sizin kimi olmayanlar, yəni sizdən alçaq olanlar, sizdən aşağı olanlar gəlib sizə hakim kəsilməzdi və sizə qüvvət tapanlar sizə qüvvət tapa bilməzdi. Yəni o kəslər ki, sizə müsəllət olub, sizin üstünüzdə hakim kəsilib, onlar sizə müsəllət olub hakim kəsilə bilməzdi. Bu nə vaxt hasıl olur? O vaxt hasıl olur ki, bizim cəmiyyətdə Seyyid Fəraməz kimi ruhanilərimiz olsun, dindarlarımız və şəxsiyyətlərimiz olsun. Onlar haqqın köməyindən əl götürməsinlər və batilin süstlüyünü süst etməkdən əl çəkməsinlər. Yəni batil puçdur, süsdür, boşdur, içi boşdur. Zahiri var təkcə batilin. Özünü qüdrət göstərir, öz sayının çox olmağın insanın gözünü aldadır, amma içi nədir? Boşdur. Və əgər siz bu boşluğu cəmiyyətə çatdırsanız, daha belə zalimlar gəlib sizə hakim kəsilməzlər. Deməli, cəmiyyətə zalim hakimin müsəllət olması həmin cəmiyyətin şəxslərinin özünü aparmağından asılıdır. Əgər həmin cəmiyyətin əhli, haqq əhli olsalar və haqqın köməyindən əl götürməsələr və batili də süst etsələr, heç vaxtı belə bir zalim hakim onlara müsəllət ola bilməz. Zalim hakim onlara hakim kəsilə bilməz. Allah Taaladan istəyirəm ki, bu böyük şəxsiyyətin ruhunu şad eləsin. Bizləri də onun kimi, o necə ki, hicabın, dinin dəyərlərinin müdafiəsində qiyam etdi, ayağa qalxdı, sükut etmədi, düşməni narahat etdi və düşmən də dözə bilmədi, onu şərlədi, ona böhtan atdı. Onu yalandan, saxta ittihamlarla 11 il zindana atdı. Buna baxmayaraq, o heç vaxtı öz mövqeyindən, öz haqq mövqeyindən əl götürmədi və heç vaxt ürəyində zalıma qarşı meyllənmədi. Zərrə qədər də olsa onlara qarşı meyllənmədi. Zalıma qarşı meyllənməyin mənası budur ki, yəni əməldə onları təsdiqləmədi, dəstəkləmədi. Əksinə, onları həmişə narahat elədi. Allah Taala onun ruhunu şad eləsin. Allah Taala bizləri də din yolunda və dinin dəyərlərinin müdafiəsi yolunda sabit qədəm eləsin.